Təkər deyirəm, sizə. Salam verişmiş. 10 manatlıq 92. Dostlar, hər birinizi yeni bir videodan salamlayıram. Nizat Xaçı kanalıma xoş gəlibsiniz. Bugünkü mənzərə belədir. Təkər havasını buraxır. Havası yoxdur. Belə göstərim daha aydın. Artıq təkər yararsız haldadır. Çatlar yaranıb təkərdə. Belə. Bugün gedirik təkər dəyişməyə. Yola düşməmişdən öncə gedək təkərə hava vuraq. Sonra gedək təkər almağa. Gedək maçda benzin vuraq. Benzinimiz azdır. Salam verişmiş. 10 manatlıq 92. Yanacağımızı doldurduq. Gedirik Sərxanla görüşməyə. Onunla bərabər 7 maşın təkərini dəyişəcəyik. Dostlar, gəldik, çatdıq razidə. İndi gözləyirik Sərxan gəlsin, onunla bir yerdə gedək. A few moments later. Dostlar, Sərxan gəldi, gedirik maşını təkər almağa. Əgər siz də özünüzə belə maşın istəyirsinizsə, Sərxana müraciət edə bilərsiniz. Qabaq təkərləri yaxşıdır, hələ gedər. Rıçnoyu bıraxarız zəhmət olmazsa. Azalı. Azalı 1.8 olmuş, 1.8 idi. Hardasa 10 günə 1.8 oldu. O bugün 0.6'ya düşmüşdü o biz tərəf. Axırı dərinə baxırımsa 10 gün bundan qabaq. Yo, 2 gün bundan qabaq doldurdum. 1.8 idi, doldurdum, 2.2 elədim. Bunda təkərin vəziyyəti, buna görə havasını buraxırmış. Ustanın hər bir avadanlığı var. Bu Aporniyona nəsə lazım olsa müraciət edə bilərsiniz. Adresi də yazacağım. Nömrəni də qoyacağım videoya. Ünvan 4 nömrəli Asan xidmətin yaxınlığı. Bu da əlaqə nömrəsi. Nəsə lazım olsa yaxınlaşa bilərsiniz. Hal-hazırda təkər balansı olmuş. Dostlar, deməli təkəri dəyişdik. Eşin olaraq nəticə budur. Sərxan bəyə xüsusi təşəkkürlər. Xeyirli olsun. Sağ ol. Dostlar, yekun olaraq bugünkü videomuz da belə idi. Təkərin vəziyyətini özünüz gördük, artıq dəyişdik. Hər şey qaydasındadır. Belə videolar görmək istəyirsinizsə kanalımıza abunə olub bu videoya like atmağı unutmayın. Fikirlərinizi şərh bölməsində yazın. Təşəkkürlər.